Salam aleyküm. Salam əziz və hörmətli dostlar, yoldaşlar, dildaşlar, qandaşlar, vətəndaşlar. Umarım ki, halınız yaxşıdır. Mən də yavaş-yavaş yaxşı olmağa tərəf gedirəm. Şükür olsun bu həm korona, həm də bu omikrondan qurtardıq yavaş-yavaş. Umarım ki, dahi o birisi serisinə mübtəla olmayaq. Salam əziz, xoş gördük. Dünənləri bir-iki gün bundan qabaq, yəni keçənki live-da dil haqqında danışırdıq, ana dili münasibətinə. Dili necə dəyişdirərlər, o haqda danışırdıq və dedik ki, dil hər növ gəlişmənin əsasıdır. Marx deyir ki, iqtisad əsasıdır, amma mənə belə gəlir ki, dil və dilin inkişafı hər şeyin əsasıdır. Dedik ki, qorxu xüsusilə dil dəyişməyə səbəb olur. Ondan sonra ehtiyat. Dostlar, dilin dəyişməyinə ya dilin öyrənməyinin səbəbləri əslisi ehtiyacdır, gəlirdir. Gəlir əsli səbəbdir dili dəyişdirmək üçün. Yəni, məsələn, mən istəyirəm gəlirim çoxalsın, baxıram, görün dünyada hangi dil mühümdür, hangisi ilə çox pul qazana biləm, gedirəm o dili öyrəşirəm, çünki ehtiyacım var. Mənim ehtiyacım olmasa dili öyrəşmərəm. Əgər mənim yaxşı pulum olsa, dədədən mənə yaxşı sərvət qalsa, təbii ki, mən ayrı dildə adamlar istihdam elərəm, ya dilləri başaran ehtiyac yoxdur, öz dilimi öyrəşəm. Amma o adam ki, məcburdur yaşamını təmin eləsin, dil bilməlidir, hangi dili bilsin, o dili ki, oradan qazanc qazana bilər. Bu da şeydir, dil dəyişməyin bir səbəbidir. Keçən seri dedik ki, biri dindir, din özü bir amildir, din müqəddəs olur insanlara və müqəddəs olduğu üçün də insanlar onun dilin, yəni dinin dilini öyrəşmək istəyirlər. Dedik, ərəbi dili İslama görə müsəlmanlara müqəddəs olubdur və bir çox yerdə insanlar tamam yaşamlarını çeviriblər, ərəblər şəklində yaşayıblar. Məsələn, Afrikada, Asiyada bir çox məmləkətdə, o cümlədən İran dediyimiz məmləkətdə olan insanlar ərəb dilin müqəddəs deyildi onlara. Amma tüm din ki almışdılar, o müqəddəsdir onların nəzərində, o dil ki, din də o dildədir, o dil də onlara müqəddəs olur. Onun üçün o dili öyrəşmək də müqəddəs olur. Bunun üçün görürsünüz ki, dini dəyişdirirlər. Məsələn, bəzi məmləkətlər var ki, kamil İslamdan ötürü ya Məsihiyyətdən ötürü dilləri kamil dəyişilibdir. Təhacümü də dedik ki, xarici həmlə də, ordu və əskər həmləsi də o da bir amildir ki, dili dəyişdiribdir çoxlu məmləkətlərdə, o cümlədən Afrikada və Amerikada. İndi ondan sonra bir dənə də amil indi bunları işarə edir. Bu da nədir? Bu ehtiyac, iş. Bir dənə də amil var, o da evlənmək. Əgər bir nəfər bir ayrı xanımla ya bir xanım bir ayrı ağı ilə ayrı bir dildən və ayrı bir dindən, ayrı bir məmləkətdən evlənir və onun dilini bilmir, bir-birlərinin dillərin bilməyə muhtaçdırlar. Hangi dilin gəlir imkanı yuxarı olsa, fikrin ki, mən istəyirəm bir nəfərlə evlənəm, o, məsələn, deyək ki, ərəbdir, ya rusdur, ya ingilisdir, ya almandır, ya fransədir, bu millətlərdən və dili də onlardandır, təbii ki. İndi mən istəyirəm onlarla evlənəm. Mənim dilim deyək ki, türkcədir, Azərbaycan türkcəsidir və mən bu türkcədə İranda pul qazanamıram. Ailəmi saxlayamıram. Məcburam farsı öyrəşəm, üçün mənə çox imkan verir pul qazanan. Hətta Azərbaycanda Azərbaycanın köçməsəm də, indi köçməyək Azərbaycandan, getməyək Farsistana, ya ayrı bir Loristana, Ərəbistana,
Kürdistana filan, yenə də bizim öz torpaqlarımızda bir iddə işlərə bizi istihdam eləmirlər. İlla ki, onlar farsı dilini öyrəşək və onunla işləyək. Bu bir qanundur orada. İndi mən istəyirəm bir dil öyrəşən bir xanımla evlənən, məsələn, dedik, rusdur. Hangi dil güclü olsa, hangi dildə çox gəlir olsa, o dil o birisi ailəni çevirər. O birisi ailənin famililərini də çevirər. Məsələn, indi yox ki, mən bir ingilisli, ya bir rus, ya bir fransız, ya hangisini tutursunuz, tutun nəzərinizdə. İstəyirəm onunla evlənəm. Onların dili məndən, bizim türkcəmizdən, Güney Azərbaycanda yaşayan insanların türkcəsindən və o türkcənin gəlir qaynağı olmasından çox güclüdür. Hətta farsda dedim, güclüdür. Çünki gəlir qaynağı türk dili deyil Azərbaycanda. Gəlir qaynağı İran olan torpaqlarda farscadır. Bunun üçün insanlar farsca öyrəşirlər. Amma indi farsca və türkcəni mən bilirəm, amma bir nəfərlə evlənirəm, çox bir ayrı dildədir. Əgər o dil, ərəbcə məsələn, bundan güclü olsa, məsələn, mən jurnalistəm, xəbərnigaram, ərəbcəni yaxşı başarsam, təbii ki, mənim, məsələn, 20 neçə məmləkətin qazetləri ilə işləmək imkanım var, radio televiziyonlarla işləmək imkanım var. Bu dil daha genişdir, daha güclüdür, daha çox mənə imkan qazanmaq, pul qazanmaq imkanı verir. Bu dili mən öyrəşəcəyəm, əgər evlənsəm. İndi, bu dili əgər mən bir dənə ərəb xanımla evlənsəm, mənim dövrəbərim, nənəm, dənəm, famillərim ki, bu dilin güclülüğünü görürlər, bu dili danışmağa çalışacaqlar. Çünki o xanım da ki, məndən evlənir, o bir dənə amildir ki, ərəb dilinin güclülüğünü bizə göstərir. Hamı istəyir ki, həm onunla danışsın, həm də benoi, özləri də olmasa uşaqları getsin, ərəb dili ilə danışsınlar, oradan qaynaq qazansınlar. İndi nümunə vursaq, məsələn, hətta Türkiyəni də misal vursaq, indi görürsün, farslar baxırlar, görürlər ki, Türkiyədə yaşam səthi, ucuzluq, qazanc, əmniyyət, azadlıq İrandan çox çoxdur. Farslar neynirlər? Türkcə öyrəşirlər. İndi əgər farsların biri türk, bir türkiyəli Azərbaycanlı yox, Güney Azərbaycanlı yox. Bir türkiyəli türk ilə evlənsələr, ərə geçsələr ya evlənsələr, farsların tamam familləri çalışacaqlar türkü öyrəşsinlər. Niyə? Çünki Türkiyə türkü, yəni Türkiyə dövləti türk dili ilə qazanc, rifah, əmniyyət, asayiş, behdaşt, təhsilat, hər şey buradan yaxçıdır. İrandan yaxçıdır, hamı onu oxuyacaqdır. Bu da bir amildir ki, insanlar istər-istəməz ona görə dillərin dəyişdirərlər. Dedim geçən bəhsdə ki, o amillərdən ki, xarici həmlə istər aradan aparsın, elə biri bu dildir. Çünki xarici amil insanları qorxudar, qətliam elər, insanlar qorxarlar. Qorxanandan sonra təbii ki, hamı istəyir ki, özünə bir əmniyyət dairəsi qazansın. Bir əmniyyət çöpüyü qazansın. Çöpük yox, farsca deyirlər hobab. Hobab əmniyyət. Çox rahatca partlayan bir şeydir. Amma onu qazansınlar. Onu qazanmaq üçün onun dilin, onun dinin, onun qanunların, onun geyimin, onun hətta bığın səqqəlin qoyar. Ona bənzədər özün. Özün bənzədər o zəfərli gücə. Ta özünə əmniyyət alsın. Bizim dostlarımızdan mən çoxunu tanıram. Almanda da tanıram, Avropanın yəni çox bir məmləkətlərində, Kanadada. Bunlar elə məsələn vətəndən çıxdılar, gəldi. Oraya yetişən kimi kişili arvadlı baş gözlərini rəhləməyə başladılar. Ki, mən bunlara bənziyim. Mən bunlara bənziyim. Niyə? Çünki vətəndə ki, bir kimlik yoxdur, indi bura gəldi bir kimlik qazanmaq istəyir. İran kimliğini istəmir. İran kimliğini əlbəttə heç kəs istəmir. Hətta farslar da bura gələndə farslıqların evlərində, öz aralarında farsla yetişəndə bir yerə kimlik. Yoxsa ondan sonra İranlı kimliklərindən hamısının acığı gəlir. İndi burada biri də ki vardı, dedik, nasionalizmi xarici həmlə aradan aparar. Yəni, məsələn, farslar gəliblər, bizi qətliam eləyiblər 2-3 mərhələdə buracan, Güney Azərbaycanlıları farslar qətliam eləyiblər.
Biri Şeyx Məhəmməd Xiyabani zamanıdır, biri Şəhid Pişəvəri zamanıdır və biri də ondan sonra olubdur və bir də inqilabda, 57 inqilabında Ayətullah Şəriət Mədarinin cərəyanında əlbəttə orada çox qətliam olmadı. Orada bir tədad adam öldü, bir tədad da uzun həbslər, bir tədad da hələ indi də var işləmə haqqları yoxdur. Amma bunlar hər halda bir qorxu yaratdılar. Bu qorxudan qorxu nəyə bais olur? Bu ki, özümüzü danaq. Özümüzün kimliyimizi, mən türk deyiləm. O şey ki, hakimiyyəti razı salır, o xarici qüvvəni razı salır, onu deyək. Xarici qüvvə deyir, sən Azərisən, hamı deyir, biz Azəriyik. Çünki istəyirlər özlərinə bir, dedim, köpükdən qələ düzəldələr ki, o köpük qələ zahirlərin onları görsədir ki, mən Farsam, mən İranlıyam. Niyə İranlı deyir hamı özünə, bundan belə ki, hamı bilir mən Azərbaycanlıyam? Çünki bir özünə köpükdən bir qələ düzəldir ki, onun içində qalsın, özün əmniyyətin qorusun, rifahın qorusun, araya, ya heç olmasa bir gəlir qazansın, heç olmasa tutulmasın, döyülməsin. Bunlar. Mən çox insanları tanıram ki, Hizbullahi deyirlər, bəhsici deyirlər, amma gedirlər bəhsicə yazılırlar ki, danışıqlığa qəbul olsunlar. Konkurdan qəbul olsunlar. Konkurda mane çıxmasın. Mən çox xanımlar, ağalar tanıram ki, hicaba etiqadları yoxdur, namaza etiqadları yoxdur, Qurana etiqadları yoxdur, Xümeyniyə etiqadları yoxdur, vilayət fəqihə etiqadları yoxdur. Amma üçün danışıqlığa gedəcək, üçün idarəyə gedəcək, üçün işləyəcək, özün vurur o yora, səqqəl qoyur, filan elir, məxnə qoyur, manto giyir, filan, bəhman, inqilab, rəhbər filandan danışır. Niyə? İstir o bir dana köpük yaratsın üst öyrəsində ki, mən sənətəyəm. Bu, o mühacim neyronun təsiridir və dili də çevirir. Yəni, hər şeyi çevirir. Mütəəssifanə bu xarici neyro beləliklə nasionalizmi, millini aradan aparır. Yəni, indi siz baxsaz, bizdə bir nasionalizmi milli yoxdur. Yəni, Güney Azərbaycanlılara baxsaz, milli nasionalizm hələ yoxdur. Məsələn, biz hələ bir bayraq altına yığışmamışıq. Hələ bizdə bir vətənpərəstlik yoxdur. Hələ bizdə bir milli düşüncə yoxdur. Niyə yoxdur? Çünki bu nasionalizm, millətçilik hissi bizdə aradan gedib. Vətənlik, vətənpərvərlik, vətənpərəstlik hissi bizdə aradan gedibdir. Bizdə bunu qorxudan, o qorxudan ki olubdur neçə nəsil. Baxın, biz dedik ki, hər 100 ildə 4 nəsil gedir ən azı. Bu 4 nəslin hər nəslində biz bir qətliam görmüşük. Hər nəsil qorxubdur. Baxın, Şeyx Məhəmməd Xiyabani nəsli qətliam olandan sonra qorxubdur, çəkilib dalıya, ta Pişəvəriyəcən sakit qalıbdır. Pişəvəridən bir neçə il sonra bir nəfər, indi adı yadıma gəlmir, bir kodita eləyibdir. Orada da bir 600-700 nəfər edam olubdur. O da qutarıb gedibdir. 600-700 nəfər siz fikirləməyin az daha qətliamdır. Siz bunun şeyinə baxın. Bunun o rəvani, ruhsal bunun o gücünə deyir, təsirinə baxın ki, insanlar görürlər. Baxın, sizə mən belə deyim, inqilabda hər yerə, hər qəfiyə, hər yerə geçsəydiniz, mən ki getməzdim, amma ki, qəfələrin bizim məhəllədə neçə qəfə var idi. Hamısının qabağında böyük kağızlarda yazmışlar, bəhs-i siyasi məmnun. Əgər şəriət mədarı dövründə biz qətliam olmamışdıq və qorxu bizə hakim deyildi, niyə bəhs-i siyasi məmnu? İndi 43 il inqilabdan geçir, hala bəhs-i siyasi məmnu, mən siyasi deyiləm. Deyilir. Hətta mən dünənləri də İsrağa günlərdə paylaşdım Instagramda, görsətdim ki, nümayəndə məclisə, rəisi məclisin müavinləri, o məclisin başında oturanlar var, deyəsə üstə otururlar. Onların biri deyir ki, nümayəndə, sən siyasi danışırsan. Nümayəndiyə deyirsən siyasi danışırsan. O halda ki, insan bir dana mövcuddur, diri canlı bir mövcuddur, varlıqdır ki, siyasi varlıqdır. Yəni, bir dana keçilər, qoyunlar, inəklər, öküzlər siyasi varlıq deyirlər. Dövlət qurmazlar, dövlət onların idarə eləməz, bir sistemləri yoxdur ki, bunları idarə eləsin. Öyle bir, məsələn, nəhayətdə bir dana başda gedən bir şeyləri var. Qoturları var. Qotur get məsələn. Amma dövlət deyil. İnsan təhcə canlı və dirilik üçün dövlət sistemində.
Əlbəttə arılar da ehtimalən bu cürdür, qarışqalar da ehtimalən. Bəli bu cürdür. İndi deyirlər onlar elə doğma belədilər, içəridən belə gəlir bizimkilər, sonra özümüz düzəldirik və dəyişdiririk. Bu bir ayrı bəhslərdir. Amma vaqiət bu ki, biz siyasi bir varlığıq. İnsanı siyasətdən alsan, insanlıqdan çıxar. Düşər koloni şəklinə, yəni qarışqa şəklinə və arı şəklinə. Yəni bu şəklə gəlirik. Biz bir siyasi mövcuduq. Amma bu siyasi mövcud o zaman ki, siz qorxursunuz bəhsi siyasi eləyəsiniz və bəhsi siyasi eləyəndə məcbursunuz dövlətin, hakim sistem ya mühacim sistemin fikirlərin difa eləyəsiniz, onları yayasınız, onlara görə danışasınız ki, özünüzə bir köpük qazanasınız ki, o köpüyün içində yaşaya biləsiniz və o köpüyü həm özünüz və həm özgə eləyə bilər ki, bunu qırsın. Yəni bir nəfər getsə desə ki, İnsaf Əli bu sözü deyirdi, oğlunuz getsə, qızınız getsə, nənəniz getsə dedi, hər kəs getsə bunu bir dövlətə yetişdirsə sizin o köpüyünüz qırılar. Nə qədər orada çalışırsınız, çalışın. Nümunəsi Riza Şahı işə gətirən türklər və onun dövrəsində olanlar hamısı öldülər sonra. Buna qətl-am deyərik. Baxın, diqqət edin, buna deyərik qətl-am. Çünki əgər bir millətin başına bir oyun gəlir ki, o millət 43 il danışa bilmir, özlüğündən danışanmır, ya 100 il danışanmır, dilim yoxdur, vətənim yoxdur, bunları danışanmır, bunlardan müdafiə eləyənmir, xiyabana çıxanmır, rahbeymalıq eləyənmir, dövlətin değişdirənmir, vətənin istiqlalına çalışanmır. Yəni bu millət qətl-am olubdur. Bu millət bir qətl-am nəcündür? Buna terror da deyirlər də bəzən. Terror ya qətl-am nədir? Terror ya qətl-am budur. Bir iş görərlər ki, siz olduğunuz kimi yaşamayasınız, ayrı cür görünəsiniz. Terrorun terror yəni qorxu yaratmaq. Terrorun anlamı qorxu yaratmaqdır. Qətl-amın işi nədir? Qətl-amın işi qorxu yaratmaqdır. Və qorxu yaradanda biz çalışırıq ki, şikəst yemiş millətlər çalışırlar özlərin bənzədələr ona. İndi burada dövlət neyinir? Dövlət gəlir bir iş görür. Hər kəs roşənfikir, ziyalı və milli məsələni düşünür, vətəni düşünür, milləti, hüviyyəti düşünür. Mənim hüviyyətim nədir? Mən türkəm, Azərbaycanlıyam, türk dilim var, tarixim var, mənim mədrəsəm olmalıdır, mənim dövlətim olmalıdır, mənim mədrəsəm olmalıdır, mənim dilim hakim olmalıdır, mənim dadqüstlərim olmalıdır, mənim özüm qanunum olmalıdır. Bu cür şeyləri düşünən bir insana deyir roşənfikir. Hələlik bunları fikir yox ki, roşənfikir budur, hələlik. Nə olur? Dövlət gəlib bunları tutur, bir-bir zindana salır, bunları tutur, işgəncə eləyir, bunları tutur, oğurur, öldürür. O birisi insanlar ki, iki üzlüdülər, dövrələrinə bir köpük düzəldiblər. O köpük düzən insanlar gəlirlər üzə. Bunlar xainlərdirlər. Baxın, dostlarımız manqurtla xaini iştiba tuturlar. Xain kimdir? Xain o adamdır ki, bilir ki, mənim bir hüviyyətim var. Amma mən diri qalmaq üçün, qazanmaq üçün, mövqeyyətim olmaq üçün o birisi insanlardan ki tutulublar, onlardan biraz mən idari mövqeyyətdə, siyasi mövqeyyətdə yaxşı olmaq üçün, gəlirim yaxşı olmaq üçün mən bu dövlətin, o hakim, mühacim dövləti difa eləyəcəm. Onun dediklərini qabaq aparacağım. Azəriha məsələn. Ya minlər Azəriha onlardan biri. Bunlar o adamlardır ki, hakim sistemdən müdafiə elirlər, tüm mənafilərini qorumağa çalışırlar. Və inanın, İndi bu hakim sistemdən bir dana adam tapılar ki, bunlardan bir dana bir şey verər, gəzək farslar deyirlər. Əlbəttə türkçədir gəzəklər. Bunlardan bir şey tutalar, deyərlər dövlətə ki, budur. Onların hamısı gedər. Yəni 50 ildə belə adam panfarslıq eləsə, türk bir adam, bir dana onlardan bir şey getsə, çağırırlar, qulağını burarlar. Bəlkə də işlərdən çıxadarlar, bəlkə də şeylərlər. Dedim, bunlar Riza Şahın dövrəsində biz görürük ki, bu nə cür olur. İndi, dostlar, baxın, dünənki, keçən cələsi ki, danışanda dedim ki, İspaniyalılar, Portuqallar həmlə eləyiblər, gəliblər, Amerikanı alıblar, Şimali və Cənubi. Əlbəttə, Şimalini çox İngilistan alıbdır, Cənubini də İspaniya və Portuqal alıbdır. Bunlardan qətl-am eləyiblər, qətl-am eləyəndən sonra bunlar qorxu içində yaşayıblər və dillərin, dinlərin, paltarların değişdiriblər, adların belə değişdiriblər.
Yəni indi siz Amerika eyalətine getsəz çox az taparsınız ki, İspaniya, İtaliyalı ad olmasın. Hamısı Portugal və İspaniyalı ad olmasın. Hamısı bu adlardandır. O qədim bölgənin adamların adı qalmır. Paltarları qalmır, dinləri qalmır. Hamısı təqribən dəyişdiriblər. Amma acaba bunların dilləri dəyişdirmək, ya bizim Güney Azərbaycanda dilimizi deyək ki, 100 ildir bizim dilimizi dəyişdiriblər, farslaşmışıq. Acaba Azərbaycan tövsəə tapıbmı? Türklər İranda tövsəə tapıblar. Yəni Türkmənlər, Qəşqailər və Azərbaycan türkləri və Xəlic türkləri, Xorasan türkləri. Acaba bunlar tövsəə tapıblar, inkişaf tapıblar? Yox. Bəlkə kiçikləşib, həm iqtisadları, həm coğrafiyaları getdikcə kiçikləşib. Fərhəng kültürləri getdikcə arıqlır. Çünki hər şey ki işləməyə paslanar və aradan gelir. Hər şey ki işləməyə. İşləməyən bir şey ölü məsələn, necə ki biz diriyuq, kökəlirik, yeyirik, dolanırıq, amma bədənimiz kökəlir üzdən, keçəlir. Amma elə ki öldük, qoydular qəbrə, bir 10 gündən sonra baxsınız, görərsiniz ki, yavaş-yavaş aradan gedir və bir ildən sonra baxsınız ki, sümük qalır. Cəmiklər qalır. Hər şey aradan gedibdir. Bu bunu deməkdir ki, hər nəyi işlətməsək zəiflər. Aradan gelir. Hətta indi deyək ki, mən 5 ay burada yatam, 5 aydan sonra durub yol yeriyənmərəm. Bizim o qədim, mənim babamın atı var idi. Qışda atı evdə bağlardılar, tövlədə ki, bu eşiyə çıxmasın, çünki mərizdər. Təbiətdə heyvanlar mərizləməzlər, ya az mərizdərlər, amma bədənləri ona adət elər. Amma bizim hər halda belə bir rəsmimiz vardı türklərin ki, heyvanı qışda gətiririk, tövlədə saxlarıq ki, soyuq dəyməsin. Sonra ki, qış fəsli qutarır, getiririk yaza, onda bu heyvanı yol yeridərlər, yavaş-yavaş yeridərlər. Bunun diloğundan yapışarlar, yavaş-yavaş apararlar bulağa, bunu orada su içirdərlər, yavaş-yavaş gətirərlər evə ki, bu mərizdəməsin, xamlamasın. Və bu uzun zaman çəkər, bir 10-15 gün çəkər ki, bu yavaş-yavaş minələr, bunu bir məsələn yavaş-yavaş gedələr, sonra bir 10-15 gün çəkər ki, bunu çapalar. Çünki mərizdər. İşlənməyib, bədən zəifləyibdir, hər şey aradan getmək üzərədir, zəifləmək üzərədir, əzülələr, müalicələr filan. Fərhəng də bu cürdür, təməddün də bu cürdür, tarix də bu cürdür, insanın əqli də bu cürdür, şuuru da bu cürdür, düşüncəsi də bu cürdür, dili də bu cürdür, hər şey bu cürdür. İndi bu Avropalılar həmlə eləyiblər, ya farslar həmlə eləyiblər, gəlib Azərbaycanda qətliam eləyiblər. Biz indi burada bir özümüzə qalanlar xain dəstəsi var, bir də adi mərdum var. Baxın, bir də bir adi mərdum, adi insanlara da diqqət eləyək. Adi insanlar o adamlardılar ki, siyasət bilmir nədir. Gündə çörəyin çıxartmağa, qazanmağa çalışır. Bu bir düşüncəsi də o qədər yoxdur. Çünki dedim, sadəcə bu adamın o qədər vəziyyəti mümkündür ki, roşənfikr də bu qədər çətinlikdə yaşayır. Roşənfikirlər 2-3 dəstədirlər. Bir evlənənlər, bir evlənməyənlər. Bir yuxarı risk alanlar, bir risk almayanlar. Evlənməyənlər əslən əvvəldə deyir, o siyasətə girən İranda evlənməyəcək, çünki hər gün tutulub eydam ola bilər. Zindana gedə bilər, mən istəmirəm evlənəm, əhliyalım, sonra əziyyət çəksin. Bu əslən bir dəfə əvvəldə özün vəqf edir vətənə və millətə. Bu, roşən fikrin, vətənpərəstliyin, millətpərəstliyin ən yuxarı dərəcəsi və səviyyəsidir. İkinci mərhələ olardılar ki, deyir ağa, məsələn, mən dostlarım birini danışırdım, deyirdi ki, bilirsən, mən and içmişəm İran qanun çərçivəsində hərəkət edirəm. Nə bir kəlmə aşağı, nə bir kəlmə yuxarı. Mən onlarla işim yoxdur, onların da məndən işi olmasın. Mən elə bu həddəki qanun mənə icazə verir, filan işi görəm, mənə yetər. Bu da deyir ağa, elə mən qanun indi bunu nə qədər sıxır, bu qəfəsi nə qədər kiçildir, bu sizin. Əvvəlimci qrup qəfəs qəbul eləmir. Birinci roşənfikr deyir, mən evlənmirəm, mən mübarizə eləyəcəm, mümkündür, hər dəqiqə tutulam. Bu əslən qəfəs qəbul eləmir. Deyir, ağa, mən əslən bu sistemi qəbul eləmirəm, bununla savaşacağam, ya öldürəcəm, ya öləcəm. İkinci deyir, roşənfikr deyir ki, ağa, mən bu qanunun çərçivəsindən eşiyə çıxmayacağam, bu qəfəs nə qədərdir, mən onu qəfəsdə qaçacağam. O qəfəsdə qaçmağa çalışır. İndi burada nə qədər qaça bilər, nə iş görə bilər, özünün də nəzərində çox böyük işlər görür. Böyük də işlər görürlər əlbəttə. Yəni, onlar da biri də yerləri
hazırlayırlar ki onun üstünde insanlar, yani bir də bünövrə tökürlər ki, bünövrəni üstündə sonuncu nəsl eləyə bilsin ki, desin ağa mən evlənmirəm və vətənim üçün, millətim üçün mübarizə edəcəm. Bir də dedik, xain roşənfikri var. Bu xain roşənfikridə ədəbiyyatda panfars və panİranist deyirik biz bunlara. Siyasi ədəbiyyatda xain roşənfikrə panfars və panİranist deyirik. Bunlar o adamlardılar ki, türkdülər, türkluqların bilirlər, amma mənfəətləri o dövrələrində bir farsca huba köpük yaratmalıdırlar ki, bizə pul lazımdır, bizə dərs oxumaq lazımdır, bizə əmniyyət lazımdır. Baxın, indi məsələn biz keçən həftələrdə oxuduq ki, filan zindanından çıxandan neçə ay sonra gedib dedik, bax, mən vəkiləm, danışqahdan da bunu oxumuşam, qabaqdan da vəkalət edirdim. İstəyirəm vəkalətimi davam verəm, mən icazə verin, işləyim, deyiblər, sənin işləmə haqqı yoxdur. İdarə İttilaat Kanuni Vəkələyə deyibdi ki, bu adam işləmə haqqı yoxdur, tamam, qutardı getdi. Yəni, baxın, bu bir dənə şeydir da, indi bu adam buna dözür. Amma bəzi adam deyir, yox, ağa, mən istəyirəm. Bu, o iki dözmür, deyir, tamam, mən gedərəm orada vilayət fərqində qəbul edərəm, imzalaram da 6-cı şey eləməyəcəm və rejimi əslən himayət edərəm, bundan bu üzrə deyərəm ki, Türk yoxdur, Azəri vardı, İran yox, Azərbaycan yoxdur, İran vardı, Fars dilində elədi, belədi, Türk dili şeylədi, şorbadı. Bu adam xaindir. Lümpəndir. Bu adam lümpəndir. Lümpən dediyimiz bu adamdır ki, hər şeyi bilir, amma deyir ki, mən ehtiyacım üçün, pulum üçün, ixtilas üçün, oğurluq üçün, rişvət üçün, hər nə üçün ki, əlimə gəlir, onlar üçün mən rejim nə desə o cür görsə, hətta ondan da yuxarı görsə dedim. Buna deyirlər farsçada kase-i dağ tərəz aş. Yəni, aşdan isti mis çaşa olurlar bunlar. Bunlar xaindirlər. Amma bir də var, bunlara deyirik manqurt. Manqurt nədir? Manqurt mənə tay, sizə tay adamlardılar ki, 5 il bundan qabaqacan panfars idik, panİranist idik, farsı dili bizə mühüm idi, farsı dilinin işlənmək, qazanmaq bizə mühüm idi, bir də bir şeylər. Amma indi bir zamandan sonra bir də adamlarla, bir də kitablarla, bir də şeylərlə tanış olduq və onların vasitəsindən bildik ki, bir Azərbaycan bizim vətənimizdir, niyə mən İran deyirəm? Mənim dilim türküdür, niyə mən deyirəm farsdır, fars dili rəsmidir, niyə türk dili rəsmi olmasın? Bu tür bir şeyləri örgəşdik, milli mənafeyimizi örgəşməyə başladıq, biz buradan bizi ayırdıq, yolumuzu qabaqdan dəyişdirdik. Biz manqurt idik dünənəcən, bunları manqurtluqdan çıxırıq, amma manqurtluğu boşaltmağımızın uzunluğu, indi mənim deyək 55 yaşım var, bunun 50 ilin, 45 ilin heç olmasa, İranda yaşamışam, İran sistemini qəbul eləmişəm, onun çərçivəsində işləmişəm. Mən 45 il manqurtluq dövrəsi keçmişəm. 45 ildə təkər manqurtluqdan boşalam. Hələ bəlkə də çox. Çünki manqurtluq beyindən çıxan bir şey deyil. Brainwash. Onun üçün mən brainwash deyirəm. Çünki biz brainwash olmuşuq. Beynimiz dəyişilibdir. Baxın, bizim kompüterdə gətiriblər. Kompüteriz var sizin. Özünüz bunu alırsınız əvvəldə. Bunu işlədirsiniz bir neçə il. Sondan deyirsiniz, idarə ettilat gəlir, bunu deyir ki, mən bunu aparıram, içini dəyişdirirəm, aparır, bunu F-disk gelir, sonra buna öz söydüklərin yüklür, sonra verir sənə. Sən bundan işlirsən. Və bu kompüter sənin kompüterin deyil. Əlbəttə, vaqiyyət budur ki, indi kompüterin hamısı heç birisi bizim iradəmizdən deyil. Biz bunu alanda bunun zehnində, yəni kompüterin hard diskində bərnamələr var ki, kompüter onunla işləyir. Yəni kompüter özü brainwash olmuş gəlir bizim əlimizə. Biz ona bir bərnamə verək ki, o bərnamələrlə müxalif onu virus tanıyır və aradan aparır. Bizim də əgər Azərbaycançılığa gəlirik, bir fikirləri, düşüncələri danışırıq və buna müxalifət edirik, ya müxalifət edirlər, bu brainwashlığı göstərir. Bizim beynimiz yıxanıbdır. Bu da o cür olur. İndi o Avropalılar, üstüzəm Amerika Latinlər, Afrikalılar və Güney Azərbaycanlıları misal vururuq bu 3 dənəni. İndi bunlar işğal olublar, qətliam olublar, özləri roşənfikirlər ölüblər, xainlər gücləniblər, dövlət xainləri gətirmiş üstlər, nümayəndə məclis olubdur, ustandar olubdur, fərmandar olubdur, bəxşdar olubdur, şura üzvü olubdur, müəllim olubdur, ustad danışqah olubdur, molla olubdur, ayətullah olubdur. Bunlar hamısı xaindirlər. Bilələr də xaindirlər, bilməyələr də xaindir. İndi bir iddəsi var, gedir orada Azərbaycanda mədrəsədə danışqahda deyir ki, tamam, fars dilinin ədəbiyyatını mən dərs verəcəm, amma türk dili də budur. Buna xain deməzlər. Amma o üçü gedir, deyir ki, uşaqlar siz farsı danışın, farsı sizin dərdinizə dəyər, türkü dəyməz, türkü ərzişsizdir, bu xaindir.
Çünki o bilir. O bilə-bilə bu iş görür. Xain budur. Amma manqurtla xain, manqurtu tamam. Buna heç manqurt demək ehtiyacı yoxdur. Çünki bilirik, bunu biz ayırtmamışıq. Bizim radyomuz, televizyonumuz, bizim məscidimiz, mənbərimiz, bizim bir şeyimiz yoxdur. Bunlara ayırdıq. Bunlarda günah yoxdur. Günah bizdədir ki, hələ eləyə bilməmişik. Bunlarla çox danışıq, bunlara ayırdıq. Onun üçün manqurt deyib, əvvələn bunlara manqurt deməyəcək. Millətimizin çoxuna ki, hələ bilmirlər. Onlara farsıca yazmalı olacaq ki, bəlkə yazıq ailələr onlara ayırtmağa çalışacaq. Bu, əgər ayılmayıb bu işləyəcək, günahı sizinlə məndədir ki, ayılmışıq, az iş görmüşük. Biz bilirik ki, gərək onları da ayıldıq, amma ayılmamışıq. Onlara tohin eləməklə, manqurt deməklə müşkil həll olmaz. İndi, biz indi Afrikalı olaq, Amerikalı olaq ya Azərbaycanlı olaq, gəlirik, deyirik ki, mən dinimi dəyişdim, oldum şiə, fars şiəsi. Mən dilimi dəyişdim, fars oldu mənim rəsmi dilim. Mən vətənimi də dəyişdim, dedim, İran, Azərbaycan demədim. Türk toprağı demədim. Mən geyimimi dəyişdim, paltarımı dəyişdirdim. Mən bayramı dedim ki, Novruz və buna gəldim dedim ki, Fulan Bəhman. Mən uşaqlarımı mədrəsəyə göndərdim, o dili öyrəşsin, o sistemi öyrəşsin, ona xidmət eləsin. Amma hala mən dalıyam. Hala getdikcə mən vətənim qarət olur, hala getdikcə. Heç fərq eləməyibdi. 100 il bundan qabaq bizim vəzimiz bundan yaxşı idi. Hər sahədə bundan yaxşı idi. Savad sahəsində, iqtisad sahəsində, siyasi. 100 il bundan qabaq, məşrutədən qabaq və məşrutədən sonra hətta bir neçə il Təbrizdə, Urmiyyədə neçə sifarətxana var idi. Bu günləri görürük ki, yoxdur. Təbrizdə 2 dənə konsulgəri var, Azərbaycan və Türkiyə. Urmiyyədə də yoxdur və yoxdur qalan. Yəni Təbriz mərkəzçilikdən çıxıbdır. Tamam biz getmişik dalıya. Bu bizə tək siyasi deyil, rəvabit beynəlmiləl deyil, uluslararası ilgidə deyil. Bu bizə iqtisad gətirirdi, gətirmir. Alver gətirirdi, gətirmir. Sərmayə gətirirdi, gətirmirdi. Bizim sərmayəmiz gedirdi, bizim öğrencilərimiz gelirdi, onlar da dərs oxurdu, bir şey öyrəşirdilər, gəlirdilər, vətənə xidmət edirdilər. İndi onlar yoxdur. Biz hər cəhətdən dalıya qalmışıq. İndi sual soruşur, nə oldu bizə? Niyə biz getməmişik? Dini dəyişdirdik, dili dəyişdirdik, toprağımızın adını dəyişdirdik, hər şeyi dəyişdirdik, kətlərin, şəhərlərin adını dəyişdirdik, öz adlarımızı hamısını farsı elədik, amma biz toğusa tapmadıq. Necə ki, Amerika Latinlidir, nədir oldu? İspaniya, İngilistan, Amerika əbər qüdrət oldular, dünyanın iqtisadına sahib oldular, amma mən yox. Mən elə həmanam ki, həmanam. Həman əkinciyəm, həman əkinciyəm. Heç fərqi eləməyibdir. Onda məsələn, həm toyuq saxlırdım, həm filan əkirdim, həm indi fərq moz əkirəm məsələn, ya qəhvə əkirəm. Ayrı bir şey əkmirəm. Elə həman kasıb adamam. Həman kasıb adamam ki, o zaman da arzum var idi gedən məsələn Amerikada, Kanadada, İngilistanda işləyəm. 5-6 ay orada işləyəm, gələm evimdə 5-6 ay keçinəm. Elə indi də Azərbaycanda da hamımız bizim xariciyər fəsli deyirlər də, hamımızın arzumuz var. Gedək Tehranda, orada, burada 5 ay, 3 ay işləyək. Bir pul cibimizdə olsun, gələk bir 3 ay əhliyarımızın yanında oturaq. Mühacir, iş mühaciri. İş köçərisi. Biz bunu indi görürük. Niyə görürük? Niyə bəs fars dili bizə rifah gətirməyib ki, farslarda var? Fars dilin biz gəlmişik, özümüzü danmışıq, özümüzə bir köpük düzətmişik. Amma İsfahan tamam Polad çərxanaları, Polad çərxanaların hamısı dəmir çərxanaları, mis çərxanaları, tamam dəmirliklərdir. Hər növ dəmir çərxanaları İsfahan, Gəz, Kirman, Simnandadır. Nə olubdu bizimkində yoxdur? Niyə bizə sərmayə gəlməyib? Niyə biz günü-gündən kiçilik onlar günü-gündən yekəlirlər? Niyə biz istirik pul qazanmaq üçün kətdən, Təbrizdən, şəhərlərimizdən, kətlərimizdən köçürük, gedirik Tehrana, gedirik Şiraza, İsfahana, Kaşana, Simnana, Yəzdə, Xorasana, ora-bura gedirik ki, pul qazanmaq. Bunun illəti nədir? İlləti istiqamətidir. Biz müstəmiririk. Rabitə istimar və müstəmirədir. İstimar ərəbcədə abadanlıq eləyən, amma bunun mənası sümürgədir türkcədə. Sümürürlər bizi. Bizim qanımızı getmişik, məsələn, bir yerə deyir, o qanımızı çəkin. Farslar bizim qanımızı çəkirlər. İspaniyalılar, Portugallar, Amerika Latinin qanını çəkirlər. Afrikanın da qanını, məsələn, Fransəllər, Rus, İngilislər filanlar çəkirlər. Bir də bir illət var. Niyə dilimizi dəyişdiririk? Teknolojiyə görə, savada görə. Bir yerdə savad çoxdur, rifah çoxdur,
orada qazanc çoxdur. O qazancın sayəsində rifah çoxdur. Rifahın sayəsində insanların istəklərinə əl tapmaqları çoxdur. Məsələn, maşın ala bilir, rahat yaşaya bilir, ev eşiyi biraz rahatdır, borcu azdır filan bəhman. Bu nə olur? Bahis olur ki, yenə də dili dəyişdirək. Yenə də o kimliyimizdən uzaq düşək. İndi bizim deyirik, baxanda deyirik ki, niyə kötürük Farsistana işləmək üçün, ya dərs oxumaq üçün, ya yaşamaq üçün? Deyirik ki, orada buradan çoxdur rifah. Bizim intizarımız budur ki, Farsistana köçəndən sonra savadımız çoxalsın. Niyə İrandan köçürlər Amerikaya, Kanadaya, Avropaya? Niyə? Deyir ki, orada buradan rifah çoxdur. Mən geçsəm ora, düzdür tək olacağam, düzdür qərib olacağam, düzdür uzaqda yaşayacağam, düzdür xanəvadəmi görməyəcəyəm. Amma məsələn, dərs oxuyaram, iş taparam, işlərəm, rifahım olar. Bu da nə olur? Yenə də bizim dilimizi dəyişdirməyə səbəb olur. İndi mən gəlmişəm bura, mənim uşaqlarım daxı farsdakı yadından çıxıb, mənim oğlumun Fikri Məhəmməd Rəza farsda danışa bilmir dahi. Kiçik qızım da Fikrim farsda danışamır. Böyüklər məsələn bəlkə ikisi farsda danışa bilər. Amma farsında sınıq danışırlar. Məcburilə ingilisi danışırlar. Hər yerdə girə düşürlər, ingilisi danışırlar. İndi mənim nəvələrim ki olur, 2 dənə nəvəm var. Məsələn, bunlar mən türkü danışıram, amma uşaq indi qalıb bu 2 dilin arasında. Bir müddətdən sonra bu uşaq özü mənim mənafeyim ingiliscədir, ingilis öyrəşir. Sonra da Fransəni də öyrəşir, ikinci dili. Niyə? Çünki zehnində bir rifah var. Mən o rifaha yetişmək üçün dilimi dəyişdirməliyəm. Bu dəqiqən milli də ola bilir. İndi məsələn İranda bəhs var, illərdir. Bəlkə 30 ildir, 40 ildir bu bəhs vardır ki, əgər qərarda İranda bir rəsmi dil ola və müştərək dil ola, fars dili olmamalıdır, ingilis dili olmalıdır. Niyə bunu deyirlər? Çünki hamının zehnində bu var ki, əgər biz ingilis dilini öyrəşsək, dünya ilə irtibatımız çox olar, gəlirimiz çox olar. Rifahımız çox olar yəni. Teknolojiden çox istifadə edər. Bu da səbəb olur dil dəyişsin. Bir də budur ki, millətlər niyə dillərini dəyişdirlər? Afrikanı misal vurdum, Amerika ilə Latini misal vurdum. Çünki burada millət çalışır ki, o üstün millətə yetişsin. İranda da bu cürdür. Hamı indi məşrutədən çox qabaqdan sual budur İranda ki, biz nə cür yetişək Fransaya, nə cür yetişək İngilistana, nə cür yetişək Almana, nə cür yetişək Rusiyaya, nə cür yetişək Türkiyəyə. Ondan sonra bir iddəsi deyir ki, yol göstərdi də deyir, belə eləsək oraya yetişərik. Bir iddəsi deyir ki, məsələn mənim özümün uzun zaman sözüm buydu ki, əgər qərarda biz müstəmirə olaq, biz sümürələr bizi, əvəzin ki, farslar sümürə, şəxs bizi Amerikalılar sümürə. Çünki heç olmasa Amerikadan sən Amerika doları alırsan. Heç olmasa bunlar bir demokrasiyə mütəqidlər, bir azadlığa mütəqidlər, bir şeyə mütəqidlər. Axı bu farslar buna da mütəqid deyirlər. Biz indi İranda hamı dolarla xərcləyir. Mən dünən nənəmdən soruşdum, almanın kilo 15 min tümən. Burada da almanın kilo deyək ki, məsələn mən aldığımda 2 dolar yarım, 2 dolar 20 sent. 2 dolar 20 sent biraz ondan bahadır. Amma buranın gəlirinə. Burada mən işləsəm saatı 15 dolara, 20 dolara işlərəm. İranda saatı 20 dolar işləyə bilər. Yəni məsələn indi deyək ki, doların biri 20 min tümən. Saatda mən işləsəm 10 dolar ilə 200 min tümən, o da 100 min tümən, 300 min tümən saatda işlərəm. Əlbəttə, bir dəfə də benzin vurdum. Məsələn, indi benzin vurdum, gəldim evə. 110 dolar elərdi. 110 dolar deyilər, məsələn 2 milyon 100 min tümən. 200 min tümən. 2 milyon 200 min tümən məsələn benzinə verdi. İran pulu. 110 dolar. İndi diqqət buyurun. İstəyirəm bunu deyəm ki, əgər biz bir iddət bunu deyir ki, məsələn, kaş biz Rusiyanın əl altında olaydık. Heç olmasa dilimiz var idi, dövlətimiz var idi. Amma Rusiyanın altında idik. İqtisadımız xarab idi. Amma indi burada o cür deyil. Burada biz İranda yaşırıq, amma nə dilimiz var, nə dövlətimiz var, nə iqtisadımız var, nə heç iqtisadımız yoxdur. Hər şeydə dalıya qalmışıq. Bu
o ittifaqdır ki, məsələn, biri də deyir ki, biz Rusiyanın sistemi ilə gedirik, biri də deyir ki, biz Amerikanın ya İngilistanın ya Almanın ya Fransanın sistemi ilə gedirik və sonunda da Alman sistemi ilə gedilibdir İranda. Alman, Fransa qatılıbdır, bir sistem yaranıbdır. Sistem nədir? Bir millət, dillərin məhvi. Bir millət, bir dövlət, dillərin məhvi. Həm bu Almanda, xüsusən Fransada bu dil məhvi Fransada gedibdir, Almanda o qədər bu ciddi tutmuyor, amma bir dövlət bu ki, diktatorluq bir halət olsun, oradan gəlibdir. Bu, yəni biz çalışmışıq, zehnimizdə bir tosəh tapmış, inkişaf tapmış bir dövlət var, məmləkət var. Biz çalışırıq ki, ora yetişək. Çünki onlar bizdən rifahda yuxarıdırlar, teknolojidə, danışqahda, mədrəsədə, hətta toplumda, azadlıqda, ruznamədə, kitabda, televizyonda, fikrin azadlığında, danışmağında, arvadların haqqında, uşaqların haqqında, mərizlərin haqqında falan bəhman, onlar bizdən qabaqdır. Biz istəyirik ora çataq. Onunla özümüzü müqayisə eləyəndə görürük, özümüz aşağıdayıq. Əqəbmandəci farsda deyirlər, geri qalmış, burada görsənir. Çünki biz özümüzü bir şeylə müqayisə edirik. Müqayisə eləyəndə deyirik ki, biz onlara çataq. Onlara çatanda nə edirik? Gəlirik, deyirik ki, nələr məşrutədə bu ittifaq düşür, dostlar. Nələr baisdir biz dalıya qalaq, onlar qabağa gedir. Onların nələri var ki, bizim fərqi yox onda. Baxır, birinci şey görür, deyir ki, onların dini. Mən dinimi gərək dəyişdirəm. Ya dinsiz olam, ya dinimi dəyişdirəm. Dinsiz deyən biri olam, çünki ola bilmir. Yəni, mən indi məsələn deyəm ki, 20 ildə ateistəm, indi görürəm ki, mən Allahı mullalardan yaxşı tanırım. Ateist deyiləm. Çünki mən məsələn, bir dənə dinli evdə yerləşmişəm, birinbaş olmuşam, beynim mənim yıxanıb məzhəbi içəlibdir. Mən əslən bunu tərk eləyə bilmərəm. Mən istəyirəm uşağıma deyəm, məsələn, bulur, düşür, istəyirəm onu təşkil edəm, deyəm, maşallah, maşallah. Qutuldu getdi, yəni bu zehnimdə bu vardı. Birinbaş olmuşam, gedibdi, qutarıbdı. Bir iddəsi din ilə, gəlir deyir, mən ateist oluram, yox, dinimi dəyişdirim. Nə bundan bilir, nə ondan bilir, dinini dəyişdirir. İkincisi dildir. Onların dili İngilisidir, İngilisi elmi dilidir, ədəbiyyat dilidir, teknoloji dilidir, danışqah dilidir falan. Bizim dilimiz bu cür deyil. Japonda da bu cür deyirlər, amma Japonlar deyirlər, heç vaxt Japon dili elm dili olmaz, kompüter dili olmaz. Japon dili, İngilis dilini keçdi, kompüterdir. Bəs bu əlifba və dil məsələsi deyil. Amma bu da deyirlər. Buradan gəlir deyir ki, mən dilimi dəyişdirsəm, dinimi dəyişdirsəm, ora gedirəm. Ondan sonra deyir ki, mən onlar neyniyiblər? Deyir, belə giyinirlər. Biz də belə giyinsək, məsələn, arvadlar gərək damən giyələr, corab giyələr, şort corab giyələr eşiyə, kişilər də məsələn, kravat vuralar, məsələn, tiğə vuralar, börkü belə qoyalar, paltarı belə giyələr falan bəhman, belə gəlsər, biz tosəh taparıq. Biz maşın alsaq, onlar maşın sürürlər, biz də maşın alaq. Onlar xiyabanı belə çəkiblər, asfalt eləyiblər, çıraq qoyublar, biz də bu cür eləsək, belə maşına imtihan alırlar falan, biz də bu cür eləsək, biz də onlara toy olduq. Maşını gətiribdi, keçən 100 ildə paltarı gətiribdi, karxana gətiribdi, montaj eləyirik. Burada 100 il deməyək, 1340 neçədən burada İranda maşın montaj eləyirlər. Hala bir dənə maşın düzəldə bilməyiblər. Yəni, azalıbdır ki, bir əsr geçsin ki, bunlar maşın gətirirlər içəriyə. Əlbəttə, maşını ki, çox zamandan gətirmişik. Yəni, Müzəffəriddin Şahdan fikirlə maşın gətirmişik. Nasiruddin Şahdan. Nasiruddin Şah dövründən maşın gətirmişik bura. Hala biz maşın gətiririk və maşın ki, düzəldirik, özümüz düzəltmirik. İranda düzələn maşının heç birisi İran maşını deyil. Hamısının qətələri işləyən gəlir. Burada bəzi qətələri İranda düzəlir. O cümlədən motor İranda düzəlmir. Motoru ayrı yerdən alırlar. Amma biz oraya yetişmək üçün onlardan gətirmişik. Onların tayı çalışmış minaq olmayıbdır. Onlar kimi minəmirik, onlar kimi sünəmirik, onlar kimi qanunu qəbul eləmirik. Çünki hər şeyin bir qanunu var, müqərrəratı var. Onun üstündə biz o cür deyilik. Şəhərsazlığımız da o cür deyil. Saxtamanlarımız da o cür deyil. Heç satımız bizim sistem üzündə deyil. Çünki bu bizim deyil. Biz bunu yaratmamışıq. Biz çalışmışıq oradan alaq, onlar kimi təqlid, buna təqlid. Buna türkcə yansımaq deyirlər, yansırıq. Biz onları yansırıq. Məsələn, mən qocalmışam, bunun videolarında çox görülmüşdür. Görürsünüz ki, bir dənə uşaq gedir, dədə gedir qabaqda, belə əyilibdir, çəliyini də tutub belə əlində yerə vura-vura, başını da əstirə-əstirə belə gedir. Görürsünüz ki, nəvə balı dalda çiçik, məsələn 2 yaşı var, 3 yaşı var, o da əyilib, əlində belə tutubdu, başını da silkəliyə-silkəliyə gəlir. Buna deyirlər yansıma. Yansılırıq.
Məsələn, biri mən indi bu cür danışıram, bir dənə kiçik uşaq deyir ki, babam belə deyir. Oturur babanı yansılama. Buna deyilir yansımaq. Biz Avropanı ya Amerikanı ya Kanadanı yansılırıq, amma qəbul eləmirik. Çünki etiqadımız yoxdur və gülmək üçündür və onu göstərmək üçündür. Yoxsa biz o cür yaşamağı içəridən gətirməmişik. Bunun amili dildir. Çünki bizim dilimiz onu yaratmadığı üçün onu qəbul eləyəmirik. Onu düşünəmirik. Onu yaşamırıq. Onu yaşamamışıq. Dil yaşamdır. Baxın, mən buna görə dedim. Dil yaşam tərzidir. Dil yaşamın özüdür. O zamanacan ki bir dil yaşama çevrilməyə, o zaman da siz müqəllitsiniz. Siz yansıcısınız. O günəcən ki biz eləyə bilmiyoruz. Bir ingilisli kimi düşünək, rəftar eləyək, ingilisini öyrətsək də bizdə təhəvvül üz verməz. Misal üçün dedim, İranlılar 50 ildir şah zamanından gəliblər bura. İndi faşist, ən faşist insanlar ki Amerikada yaşır farslardır. Ən faşist insanlar ki burada Amerikada ya Avropada yaşır farslardır. Almanlar faşist değiller, İtalyanlar faşist değil, bunlar faşistler. Və mənfi baxırıq. İndi gene bunu soruşuram. Acaba dili değiştirdik, dini değiştirdik, paltarı değiştirdik, teknolojini aldık, danışgahı qurduq. 100 ildir İranda məşrutədən qabaqdan Nasiruddin Şah dövründən danışgah qurulub İranda. Və o danışgah ki Nasiruddin Şah dövründə qurulmuşdur, sonucu məşrutə idi. Məşrutə çox böyük bir əzəmətli bir şeydir. Diqqət buyurun. Məşrutədən sonra məşrutənin şeyi gedib aradan. Rıza Şahdan xüsusən Rıza Şah gələndən sonra, iş üstə gələndən sonra əslən məşrutə adında bir şey qalmadı. Nə mənə ki türklər, qacarlar ələ gətirmiş, hamısını tərsə çevirdilər. Hamısının ziddinə rəftar elədilər. Amma danışgah o zamandan gəlib indiyə qədər. Acaba İranda bir deyək ki vallahi biraz qorxuram yəni. Amma deyək ki məsələn bir-iki işlərini çıxsaq, məsələn o cümlədən həkimliyi, tibbi çıxsaq ki orada burada məsələn bir dənə vaksin düzəldənmir. Bunu qoyaq kənara, vaksin düzəldənmirlər. Amma deyək ki doktorlarımız əməl eləyə bilirlər. Sağ olsun, fərdidir. Məsələn mən yüzlər doktor tanıyıram, amma bunların içində mənim xaloğlum yaxşı cərrahdır. Məsələn mən İranda hər adamı sifariş eləmərəm getsin hər cərrahın yanına. Çünki məsələn mənim nənəmin gözünə cərrahlıq elədilər. Gözünün qərə bəbək ki deyərik. Bəbəyin pişik gözü kimi o aşağıdan həm sağdan sola bu ağa həm gətiriblər bu ağa, həm bu ağa. Yəni bəbək həm qərənin içindən keçib gəlibdi, burada ağa da keçibdi. Bir dənə uzun orada bəbək var. Bu cərrah budur. Fərdidir. Yəni mühəndislər də fərdidir. Amma qalandan sonra biz İranda ulum insanımız, hər şey, hünərimiz, hər şeyimiz dalıdır. Dalıdır və təqliddir. Bir şey eləmir. İndi niyə olmuyor? Bəs bu dili dəyişdirmiş, hər şeyi dəyişdirmişik, danışgah gətirmişik, sahədə bizim danışgahımız var, maşınımız var, karxanamız var, xiyabanımız var, çarrahımız var, çıraq qırmızımız var, sarı qanunumuz var, məclisimiz var, polisimiz var. Amma hamısı o coşda deyir ki, iki dənə uşaq bir-birindən danışırdı. Uşaq dedi ki, sənin dədən nə qarə? Dedi, mənim dədəm polisdir. Dedi, sənin dədən nə qarə? Dedi, mənim dədəm vəkildir. Dedi, sənin dədən nə iş görər? Dedi, mənim dədəm məclisə qanun təsvib elər. O uşaq soruşur, sənin dədən nə qeyrər? Dedi, mənim dədədiyim 2 qranalar sənin dədənin yazdığı qanunları içinə aftaha götürər. İran bu cür bir sistemdir. Yəni, hər şeyi gətirmişik, təqlid eləmişik, qoymuşuq ora. Varımız, amma işləmir. Niyə işləmir dedim? Çünki dil məsələsidir. Dil məsələsidir. Bizim dilimiz deyil. Biz onu bizim içimizdən gəlməyib. Bizim içimizdən gəlmədiyi üçün biz onu özümüz olduğumuz kimi işlədirik. Baxın, biz məsələn arvad haqqından danışırıq, amma arvadları öldürürük, döyürük. Uşaq haqqından danışırıq, amma uşaqlarımızı döyürük. Eşqdən danışırıq, amma aşiq olduğumuz adamları döyürük, vururuq, öldürürük. Əsiz səpirik, başını kəsirik. Bu günləri Şirazda bir nəfər birinin başını kəsildi. Arvadının başını kəsildi. Yəni, niyə biz bu hər şeydən danışırıq, amma rəftarımız onun tərsəsinədir, davranışımız, danışığımızın tərsinədir. Yəni, iki adamıq.
Bir adam ki ahmaqdır, dəlidir, hər şeylə müxalifdir, bir də adam ki yaxşı danışır. Danışanda o biri adamlar ki bizi danışmırlar, tanımırlar. Deyək ki, məsələn, bizi dədəmiz, nənəmiz, əhliyalımız tanıyır. Bunlarda bir şey yox. Yəni özümüz yox. Vəhşi, canavar, yırtıcı, vurucu, söyüşçü falan. Amma indi onlar ki bizi tanımırlar. Dostlarımız mədrəsədə, ustad danışıqda, orada, burada, iş yerində falan hamı bizi centilmen görür. Çünki yaxşı danışırıq. Ehtiram qoyuruq sahib. Amma evdəkilərə ehtiram qoyuruq. Mən 2 dənə adamım. 2 səthədə yaşıram. Mən bir adam deyiləm. Bizim bu o dediyim şeydir. İndi burada mən roşənfikri danışdım, amma bir dənə bir şey, elit də var. Elit biraz daha güclüdür roşənfikirdən. Roşənfikr misal vurduğunda çox aşağı səviyyəsi budur ki, deyir, mən millətimin, vətənimin yolunda evlənməyəcəm, mübarizə edəcəm, hər ləhzə tutula biləm, edam ola biləm. Bu roşənfikirdir. Millətimi də hara yetirəcəm, özünə bir dənə camiə qoyubdur, deyib, məsələn, mən İngilistana, Amerikaya, Kanadaya ya Rusiyaya yetirəcəm. Bu həddə istəyirəm millətim keçsin qabağa. Bu roşənfikr müqayisə edir. Özünün bir yerinə ora aparır ora. İndi məsələn demokrasiyadan bir düşüncəsi vardı, bir dənə də bir görüşü vardı. O deyir ki, mən aparacağam camiəni ora. O elit kimdir? Elit daha güclüdür. Xüsusən pulu var ya dövlətdə qüdrəti var, gücü var, dövlət içində. Bu elitdir ki, təəssüfən bizim elitimiz yoxdur. Yəni Güney Azərbaycanda bu elit yoxdur. Çünki sərmayedarı, pullusu İrana və farslara xidmət edir. Dövlətdə olanlar da bizə xiyanət edir. Məclisdə, şurada, orada, bulanda da bizə xiyanət edir. Bunlar elitimiz yoxdur. Onu da burada gördüm ki, yazmışam, ona görə dedim. Xainlərdən də misal vursam, Əhməd Kəsrəvi, Təğizadə, Axundzadə. Bunlar da xainlərdir. Bunlar xaindir. Bunlar gəliblər, məsələn, Bağıstan gəralığı, İrançılığı filan bəhman, bunlar Türkü yıxaq, Qacarları yıxaq, Pəhləvin gətirmişsə, bunlar xaindirlər. Bunlar rəsmən millətə, vətənə, dövlətə xiyanət ediblər və bir ayrı dövləti bizim başımızın üstə gətirmək və bizi 100 il dalı saxlamağa səbəb olublar. İndiki xainlərdən danışsaq, bugünkü xainlərdən ad çəkməyək, misal vuraq. O adamlardılar ki, 50 min, 100 min alırlar, rəy verirlər, bir nəfərə çıxsın, geçsin, orada bizim əleyhimizə işləsin. O adamlardılar ki, 5 milyon, 10 milyon alır, bir dənə kandidanı təbliğ edir. Ondan difa edir, onu milli görsədir, onu Azərbaycançı, onu türkçü görsədir. Sonra ki, o getdi məclisə görürük ki, Azərbaycanın əleyhinə işdir. Bu xainlər də bunlardır. Websayt olsun, adamlar olsun, ədminlər olsun, hər şey olsun. Bunlar xaindirlər. Bunlar pul alırlar ki, ayaq üstə dursunlar özləri, amma bir dənə adamı mənə qalib edirlər milli olaraq. Bunlar xaindirlər. Deyir ki, bu Azərbaycancıdır, bu türkçüdür, bu traktorçudur, filancıdır, bəhmancıdır. Onu satır bizə, biz gedirik ona rəy veririk. Gördünüz, mən xainləri 2 mərhələdə dedim. Biri pul alır, rəy verir. Biri pul alır, bir ayrısını satır bizə ki, gəlin buna rəy verin. Ya biri kitab yazır. Biri süxənranlıq edir, Cumhur İslami, Farslar, İran, bunların haqqında danışır, bunlar xaindirlər. İndi dostlar, bu danışdıq ki, dil nədir çevrilər, dövlətlər nədir dili çevirərlər. İndi istəyirəm ki, əgər eləyə bilsəm bu cümlələri fori sürətlə gedim. Bir dili nədir təhmil elərlər, ya farslar bizə dili nədir təhmil edirlər. Bir budur ki, qətl-am elərlər. Farslar bizi qətl-am edirlər. Qətl-amdan bizə qorxu yaranırdı. Qorxudan bizim roşən fikirlərimizi öldürüblər və roşən fikir dedim kimlərdə? Deyir ki, mən evlənməyəcəm, ya evlənəcəm, hətta vətənim yolunda əhliyalım ac da qalsa, ölsələr də mən vətənim yolundan çıxmayacağım. Misal vursam, Abbas Tisani, Əli Rza Fərşi və. Bunlar o adamlardılar ki, deyir, mən bir hədəfim var, millətim var, toprağım var, bunun yolunda can başından geçəcəm, əhliyalım ya olmasın, əslən evlənməyim, ya da evlənmişəm, onlar hətta ölsələr də mən yolumdan çönməyəcəm. Bu, mənim nəzərimə, indiki mərhələdə bizə roşənfikir bu anlamdadır. Bu roşən fikirləri dövlət tutur, zindana salır, edam edir.
bir növ qətliam yaradır. Çünki məsələn Azərbaycanda bu günlərə 50 dənə roşənfikri tutsalar, salsalar zindana qətliam olar. Yəni biz hamımız sakit olduq ki 50 nəfər tutuldu. Mən tutulmayım. Əksəriyyət xamış olar. Əksəriyyət sakit olar, lal olar. Danışma tutarlar. Divarda qulaq var, eşidənlər filan bəhman. Onun yanında danışma məmurdur, bunun yanında danışma. Bu fikri bizi, bu qətliam fikridir. Qorxu fikridir. Şikəst yemişlik fikridir. Bunlar bu duyğular ki, yaşayacaq, bunlar odur. Bunlar zindan. Əgər bir yerdə çox zindan var, zindanlar çox tikilir ki, indi məsələn mən İranda olanda 18 il bundan qabaq Radio Fərdadan bir güzariş verdim ki, İranda, Azərbaycan torpaqlarında zindanlar 4-5 qat olmuşdu o zaman. Yəni məsələn Azərbaycan şərqidə 2 zindan var idi, ya 3 zindan var idi. Məsələn indi fikirlərim ki 35 zindan var. 35 zindan var Azərbaycan şərqidə. Bəlkə də çoxdur hələ. Axtarıb tapmaq olar. Yəni mən indi nə vaxt baxmamışam. Bəlkə 2012-də də bu haqda bir güzariş verdim Günos TV-də, amma indi yadımda deyil ki, nə qədərdir. Hər halda, pəs biri qətliamdır, qətliamdan gələn qorxudur, ondan sonra roşənfikirlərin həsb olması, silinməsi, edamlarıdır, ondan sonra xain roşənfikirlərin üstə gəlib kitab yazmaları, nağıl yazmaları, patapaca demək, ta xatirə düzətməkləri, yalan xatirələr düzətməkdir. Məsələn, bunu məşrut edən sonra siz görürsünüz, Rızaxan işə gələndən sonra hamı, hətta Qacarın öz adamları da Qacarın ziddinə yazırlar. Çünki o qətliamı görüblər, qorxudan gəlirlər, özlərinin dövrələrində bir köpük düzəldirlər ki, orada diri qalsınlar. Onun üçün Qacara, şahlara yamandır ki, yazırlar, tohindir ki, elirlər, hiqarətlərdir ki, yazırlar və biz bu gün deyirik ki, filan kəs kitabında yazıbdır. Amma bilmirik ki, bu qətliamdan sonra qorxu dövrəsidir. Zindanlardır, edamlardır, polisdir, polisin hər nə qədər polisdən, əmniyyətdən, ittilatdan qorxu olsa, belə qorxsaq, belə yəni biz o sistemdə öz-özümüzə deyişməyə hazırıq, qorxuruq. Bu qanun da onlardandır, qanun da bunlardan biridir. İstihdam. İstihdam dövlət tərəfindən bir amildir ki, biz dilimizi, kimliyimizi dəyişdiririk. Deyir ki, əgər bunları qəbul eləsən, sən istihdam eləyəcəm, qəbul eləməsən istihdam eləməyəcəm. İndi onları zahirdə qəbul edirsən, gedirsən, istihdam olursan, ya mədrəsəyə gedirsən, ya danışqaha gedirsən, ya bursiyə alırsan. Mən bursiyəli tanırım ki, Amerikada yaşır, İranın ziddidir. Amma danışanda məndən, hətta mən ustad danışqa tanırım ki, günləri İmam Sadiqdə danışırıq, dərs deyir. Mənlə bir seri danışırdıq. Mənlə danışanda, öz internetdə danışırdıq. Əlin qoydu bu cürsi ki, ora getmə. Yəni mən istədim bir sözü açam, əlin qoydu bura ki, ora getmə. Yəni səs sığatmadı ki, birdən zəbt olar. Mənim evimdə zəbt olar, o şey olar. Amma əlin qoydu bura ki, danışma. Mən də bildim ki, nə deyib, danışmadım. Bu da o brainwash'ın bir ayrı mərhələsidir. İndi getdi o işə, danışqaha, görürsünüz ki, ustad danışqalar ixrac olur. İşdən ixrac edirlər, xaricələri ixrac edirlər. Bir dəsi, bu nədir? İxrac özü bir ayrı, daim qorxu deyəm. Mən əndi vilayət fəqihin əleyhinə bir müqeyi danışaram, mən Cumhur İslaminin əleyhinə danışaram, mən mollanın əleyhinə danışaram, mən namazın əleyhinə danışaram, mən orucun. Görürsünüz ki, hey yalanda yaşırıq, evimizdə bunların ziddi, əraq içir, qumar oynur, tirgey çəkir, rişvət alır, oğurluq elir, hər iş görür, amma səqqəl buradan, düymələr buradan, köynəyin yaxası yox, nə bilim, filan bəhman. Qol gəlib buracan bağlanıbdır, xalqın arvadını görəndə söyüş, savaş, yaman, filan, bəhman. Bu cür bir işlər bu. Onu görsədir ki, adam qorxur. Bu da bir illətdir. Ondan sonra təşviqdir. Məsələn, mədrəsədə uşaqlara nə cür brainwash edirlər, nə cür təşviq edirlər, nömrə, hər kəs 20 olsa dağıyaq. 20 alan yəni çox brainwash olur. Təşviq olur. Eyni halda, məsələn, hünərməndilərə, musiqiçilərə caizə verirlər. Bu təşviqdir. Puldan, sikkədən, filandan verirlər, şairlərə, kitab yazanlara filan. Sən yəni belə yaz, mən istədiyim kimi yaz. Sən mən istədiyim kimi yazsan, kitabın satılar. Kitabı mən alaram. Nə bilim, kitabı çap olar, bir belə olar, məndən də pul alarsa filan. Hamı görürsünüz ki, bu o təşviqdir. Bir də tənbihdir. Qanun, polis, mücazat, bunlar hamısı tənbih yoludur. Bir də rişvətdir. Bu rişvət çox böyükdür. Bir millətə rişvət vermək məsələsi çox ciddidir. Bu da dildə təsiri vardır. Dili dəyişdirər. O da nədir? Dövlət, mühacir dövlət gəlir, deyir ki, mənim bir şeyim var, amma istəyirəm ki, 5 ildən sonra, 10 ildən sonra hamı bunu qəbul eləsin. Desin mənimdir. Məsələn, gəlir Novruz bayramı, deyir ki, Novruz bayramı
Dostlar qurtarıram, yəni qurtardım əslində. Radio, televizyondan bunu yayır, kitablardan yayır. Radio, televizyon müftədir, pul vermir o. Mədrəsə müftədir. Bunların hamısı rüşvətdir bizə. Biz o rüşvət, tətil 13 gün, 15 gün bayramda tətil yox. Bu rüşvətdir bizə. Bunu yavaş-yavaş mənimsirik. Çünki biz rüşvəti istəyirik, onu istəmirik. Hər halda sağ olun. Mən sabahdan çalışacağam ki, kitab oxuyam. Sabah danışaram vaxtda. Sağ olun, yaşayın.